keçir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edib. 1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılıb. Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya aktına tərəfdarsızmı? Azərbaycan xalqı yekdilliklə Respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb və 1992-ci ildən 18 oktyabr Azərbaycanda dövlət müstəqilliyi günü kimi bayram kimi qeyd olunub. Milli Məclisin 2011-ci il oktyabrın 15-də qəbul etdiyi müstəqillik günü haqqında qanuna görə mayın 28-i müstəqillik günü, oktyabrın 18-i isə müstəqilliyin bərpası günü elan edildi. Müstəqillik günü 28 may qeyri-iş günü, müstəqilliyin bərpası günü isə 18 oktyabr iş günü olan bayramdır. Bugünə qədər Azərbaycanda 28 may Respublika günü, 18 oktyabr isə dövlət müstəqilliyi günü kimi qeyd olunurdu. Dəyişiklik həyata keçirilmədən öncə. Bəli, Azərbaycan uzun illər tarixin çətin sınaqlarından keçmiş bir dövlətdir və bu müstəqilliyini qazanılması, yəni heç də asan başa gəlməyib və bugün biz müstəqillik